Yox. Şəbnəm Tovuzlu'na sizi eyni verilişə çağırsak gələrsinizmi? Ay xanım. Bax, alo, ha? Alo. Alo, zəng gəlib, efirə zəng gəldi. Şəbnəm Tovuzlu'nun adını eşitmirsiniz. Necə yəni? Başqa sual gəlsin. Bax o xanım da. Allah. Gələrsizmi onunla yeni verilişə? Hay? Azad, Pərviz qoymaz da. sənin üçün önəmlidirmi? Pərviz qoymaz deyirsiniz. Ala bilər. Niyə? Çünki niyə başqaları bunun üzərindən reyting tutsun ki? Kim? Başqaları. Nigar Camal'ın üzərindən Şəbnəm Tovuzu reyting tutar. Yox, Şəbnəm Tovuzlu demədim, söhbəti buraxdım. Mən şəxsən Şəbnəm Tovuzdan danışıram. Proqramlar olaraq hər hansı bir tədbirdə bir araya gələrlərsə, söhbət edərlərsə, bu təsadüf nəticəsində başqa bir şeydir. Planlı olaraq ikisinin bir-birindən belə deyim də danışmamağı, sonra gəl verilişdə barışmağı falan başqalarına yarayan bir şeydir. Bu özlərinə yarayan bir iş deyil axı. Onları çünki sənət heç vaxt birləşdirməyəcək. İnsan olaraq amma birləşə bilərlər, danışa bilərlər, səhərsi gün bağışa da bilərlər. Yəni məsələ bu. Necə?